Şirvan şəhər icra başçısının müavini Orxan İbrahimov 2020-ci ildən təsərrüfat məsələlərinə nəzarət edir. Lakin bu illər ərzində onun fəaliyyəti şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Infoplus TV xəbər verir ki, sakinlərin iddiasına görə Orxan Əhmədoğlu İbrahimov şəhərin təsərrüfatını şəxsi maraqlarına uyğun idarə edir. Sahibkarlardan əlavə dırnaqarası haqq tələb olunur, şəhid ailələri və qazilərə qarşı hörmətsizlik halları yaşanır. Kiçik obyekt açmaq istəyən qazilər isə təzyiqlə üzləşirlər. Məlumatlara əsasən Orxan İbrahimov gəmi zavodu adlanan ərazidə 13 hektar torpaq sahəsini bir qazinin adına keçirərək mənimsəyib. Onun atası Baş Şirvan Kollektoru İstismarı İdarəsinin rəisi Əhmədoğlu İbrahimov da Sabirabadda meşə salınması üçün ayrılmış torpaqları zəbt edərək əkin işləri aparır. Şirvan şəhər Heydər Əliyev prospektində 12 ədəd şam ağacının kəsilməsi də İbrahimovların adı ilə hallanır. İddiaya görə həmin ağaclar onların obyektinin qarşısını tutduğu üçün çıxarılıb. Bütün bu faktlar Şirvan və Sabirabadın sanki ata-oğul İbrahimovların şəxsi mülkünə çevrildiyi təəssüratını yaradır. Sonda onu da qeyd edək ki, Infoplus TV olaraq səsləndirilən iddialarla bağlı heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.